Gəlin birinci məni görməsinlər deyə. Birinci gəlin neytral bir fon saxlayaq. Belə evi saxlayaq da. Tam evi qazanıblar axı əslində. Salam Məlik. Gəlin belə çevrilək Dilara xanım, ekranda da görsünlər bizi. Necəsiz? Tanıdıq. Bəli, bəli. Necəsiz? Yaxşısın. Hər şey yaxşıdır. Əla. Həmçin yaxşı olun. Ailədə neçə nəfər var sizdə? Gəlin mikrofonu onlara da tutaq keçsinlər. 5 nəfər. Hazırda danışdığınız öz evinizdir. Ha, ofis. Eviniz var. Var. Neçə otaqda? 5 nəfər neçə otaqda qalır? İndi hazırda mən Bakıda yaşayıram, amma evimiz rayondadır. Rayonda yaşayır. Hə, eviniz rayondadır. Hansı rayonda? Qax rayonu. Ay, nə gözəl. Buradan Qaxdakılar salamlayırıq, ailənizi salamlayırıq. Siz Bakıda hazırda kirayədə yaşayırsınız. Bəli. Bir söz deyim. Buyurun. Siz Oba marketləri şəbəkəsindən alış-veriş edirdiniz. Bəli, bəli. Şansınız var idi, hə? Bir dəfə şansım var idi, bəli, bir dəfə şansım var. Aha. Az soyadını elan eləsin bir dənə. Adını, soyadını deyə bilərsən bizə? Məhəmməd Murtuz Qudratov. Murtuz. Murtuz, sənə bir xəbərim var. Sən bundan sonra Bakıda kirayədə yaşamayacaqsan. Sənin Təbrik eləyirik sizi. 2 otaqlı mənzil sizindir. Bakıda 2 otaqlı, tam təmirli mənzilim var. Oy da Dilara xanım da tam yerinə vurdu ya. Bunu bir dənə də deyim, ev tək mənim deyil, dostumla deməli bunu alış-veriş eləmişdi. Aha. Dostum dedi ki, gəl bunu yoxlayalım. Oy. Vay. Necə görün, təmiz insandır ki, etiraf edir ki, dostumla birgə alış-veriş eləmişdi. Həmin alış-verişin kuponudur. Özdə bir şansları olub. Wow. Qrup yoldaşımdır, çoxdan tanıyıram onu, yoldaşlıq edirik. Mən İnanın bu mənzil sizindir. Murtuz, inan ki, həyat möcüzələrlə doludur və heç bir zaman şansını itirməyəsən. Mütləq çalış bu həyatda şans qazan. Bax, bir şansın sənə nələr qazandırdı. Çox sağ olun Dilara xanım, minnətdaram. Mən çox sağ ol deyirəm. Atana, anana, qohum-əqrabana, dostuna, hamısına göz aydınlığı Bir də arazlama verirəm. bir otaqda. Gözün Hədə. aydın Ya da olsun. bilmirik necə böləcəklər. Dilara xanım İndi necə böləcəklər dostuyla? Özdə canlı elan eləyib, bax gizlədə bilməyəcək. Qarışmayaq. Bizim hörmətli aparıcımız Abbas burada, Abbas ağa burada. Bizim dəyərli Müşfiq bəy burada. təbrik edirik. Şah Verziyev burada. Çox sağ olun, təşəkkür Və edirəm. Oba marketlər şəbəkəsinə və bu şəbəkəyə, bu kampaniyanı hazırlayana, hər kəsə mən də sənin, gözəl ailən, dostun adından təşəkkürümü bildirirəm və sənin adına çox sevindik. Biz də çox sağ olun. Yəni bu, mən nə deyim, İşlədiyə bizim dostumuz. Harda işləyirsiniz siz? Hansı məkandır? konsular sadəcə olaraq o günü də dostum bir yerə gedirdi. Aha. Uşaqlarla yığışırdıq bir yerə. Onda alış-veriş eləyəndə dedilər ki, götür bunu. Dostum dedi ki, sən vur dedi, bəlkə dedi olar nəsə. Elə olub gəldi, çıxdı bu da. Görsən, qismət. Sən özün harda işləyirsən? Mən özüm konsalting şirkətində işləyirəm. Aha. O nə şirkət? Konsalting şirkətidir, amma mühasibatlıq xidmətləri Ay, göstərir. çox gözəl, çox gözəl. İndi işdə qalacaq bugün yoxsa yox? Mən sənin əvəzinə həyecanlandım ya dostum. Bundan sonra çətin işləyərsən. Səninlə əlaqə saxlayacaqlar əməkdaşlar. İnşallah təhvil təhsil prosesində özüm də iştirak edəcəm. Sağ olun. Sağ ol. Şad olarım.
Sağ ol. Təbrik eləyirik sizə. Hər kəs burada təbrik edir. Sizi alqışlayır. Uğurlar arzuluyuruq. Tək o evdə daim xoşbəxtlik olsun. Amin. Evinizdə xoşbəxt yaşayın. Həmişə çırağınız yansın. Sağ ol. Can sağ ol. Sağ ol.